Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına. İndi isə daha ətraflı. İyun ayının əvvəlindən bugünə kimi Xəzərin Mazəndaran əyaləti sahillərində 30 nəfər boğularaq həlak olub. Bu haqda Mazəndaran əyalətinin dalğıc və qəza xilas etmə işləri idarəsi məlumat yayıb. Məlumata görə ən çox boğulma hadisələri Babulçər, Noşəhər və Ramsar şəhərləri sahillərində qeyd alınıb. Qəzaların əksəriyyətinin təhlükəsizlik tövsiyələrinə ciddi yanaşmamaq, qadağan olunmuş ərazilərdə və xilasedicilərin olmadığı yerlərdə üzmək və qonaqların dənizdə dalğalanma olduğu halda xəbərdarlıq bayraqlarına məhəl qoymaması səbəbindən baş verdiyi bildirilib. Davam edirik. Tramp administrasiyası İslam Respublikasının hərbi imkanlarını, fabriklərini və nüvə proqramını məhv etdikdən sonra artıq son mərhələyə qədəm qoyub və bazar ertəsi səhər tezdən Tehrana qarşı tarixdə ən böyük maliyyə hücum kampaniyasına başlayır. Bunu ABŞ Maliyyə naziri Scott Bessent özünün X hesabında yazıb. O, Tehranın İranın qisas alacağına əminlik və ABŞ qanunlarına danışıqlar yolu ilə riayət etmək dövrünün bitdiyini vurğulayıb. Tehranın itaətsizlik riskindən qorxanlar Vaşinqtonu sınamağın bədəlinin əhəmiyyətsiz olmadığını bilməlidirlər. Prezident bütün rıçaqlardan və hüquqi səlahiyyətlərdən istifadə etmək üçün şərait yaradıb və məqsədimiz Tehranın tamamilə tək qalana qədər bu avtoritar rejimin bütün iqtisadi həyati xərclərini kəsməkdir. İranın bu ilin avqust ayının 7-sində Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə sazişinə qoşulmağa dəvət edildiyi bildirilir. Bu barədə The Jerusalem Post məlumat yayıb. Məlumata görə Tehran hazırda dəvəti nəzərdən keçirir. İranın sazişə qoşulmağa təklif alması ilə bağlı məlumat hələ İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən rəsmi təsdiqlənməyib. Qeyd edək ki, Türkiyə sazişin gələcəkdə digər ölkələrin də iştirakı ilə genişləndirilə biləcəyini açıqlamışdı. Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bugün brifinqdə bildirib. Bununla belə o qeyd edib ki, Məkkə sazişini imzalayan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə regional təhlükəsizliyin müzakirəsi üçün danışıqlar aparılması məsələsi gündəmdədir. İran rəqiblərinin müəyyən edə bilmədiyi müşahidə üsullarından istifadə edərək hərbi mövqelərə və gəmilərə dəqiq zərbələr endirib, bunu Sepah iddia edib. İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyin Möhibbinin sözlərinə görə Sepah hədəflərə həftədə 1-2 dəfə zərbə endirib. Sepahın izləmə fəaliyyəti hazırda onların tanıdığı peyklər vasitəsilə həyata keçirilmir deyə o bildirib. Bu, onların hələ müəyyən edə bilmədiyi başqa bir üsulla həyata keçirilir. İraq Beynəlxalq Koalisiyanın sentyabrın 30-da planlaşdırılan çıxışından sonra silahlı qruplaşmaların əlində olan silahları mərhələli şəkildə dövlət nəzarətinə keçirməyə başlayacaq. Əl-Əraci bu addımı strateji İraq qərarı adlandırıb və bu prosesin qarşıdurma deyil, dialoq yolu ilə həyata keçiriləcəyini deyib. O, dövlətə məxsus İraq xəbər agentliyinin açıqlamasında qruplaşmalarla qarşıdurmanın hökumət üçün qırmızı xətt olduğunu bildirib. Qruplaşmaların silahları dövlətin gücünün bir hissəsinə çevriləcək və heç bir xarici tərəfə təhvil verilməyəcək deyə o bildirib. Səudiyyə Ərəbistanının Yanbu şəhərindən təxminən 63 dəniz mili qərbdə bir tanker naməlum mərmi ilə vurulub və nəticədə gəminin əsas göyərtəsində yanğın baş verib. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi məlumat yayıb. Agentlik bildirib ki, bütün ekipaj üzvləri təhlükəsizlikdədir və onların hamısı müəyyən edilib. Hadisə nəticəsində ətraf mühitə hər hansı zərər dəyməsi barədə məlumat daxil olmayıb. Xəbərlərimiz davam edir. Küllü miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. 3 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kq, 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli metadon M40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqustun 21-də 26 kq 5 qram narkotik vasitəni və 1000 ədəd psixotrop tərkibli metadon M40 həbini ölkə ərazisinə keçirməyə cəhd göstərən bir nəfər avqust ayının
22-sində isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Hər iki fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Baş nazir Nikol Paşinyan Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxarılmasına tərəfdardır. Ermənistan mediası xəbər verir ki, parlamentdə çıxış edən Paşinyanın sözlərinə görə bu baş verərsə məmnun olacaq. Baş nazir qeyd edib ki, Ermənistan yaxın 5 ildə KTMT-dəki işini gücləndirmək niyyətində deyil. Mən bilirəm ki, KTMT-də müzakirələr gedir. Yeri gəlmişkən nizamnamə ölkəni təşkilatdan çıxarmağı nəzərdə tutur. Əgər təşkilat Ermənistan Respublikasının kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından kənarlaşdırmaq qərarına gəlsə, bizi çıxmaq və ya çıxmamaq dilemmasından azad etsə, mən çox məmnun olaram, deyə Paşinyan əlavə edib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.